Değerli dostlar, bugünleri bilirsiniz ki Azerbaycan'da ilin son iş günüdür ve bugünleri Milli Meclisin plenar iclasında sosyal şəbəkələrdə açıq-saçıq giyinənlər, yəni seksual xarakterli görüntülər və ən əsasındakı misal üçün də lütfədən göstərişlər, əsasən də bu idman var, misal üçün bu idmançılarımız bütün günü lütfədənləri nümayiş etdirirlər. Cavan qızlar, açıq-saçıq geyimlər, bədənlərinin bəzi nahiyələrinin döşlərinin görünməsi, baldırlarının və bunların ictimaiyyətdə əxlaqsızlıq kimi görünməsinə nəzərə alaraq yeni bir qanun imzalayıblar və buradan da mən deyirəm ki, yaşlı nənələrin, hansılar ki özlərini küçədə qoyurlar, bəzilərinin xalalar, cavan qızlar, hansıların ki ayağını, baldırını, döşünü açıq qoyurlar və orada yazırlar ki SMS jeton göndər, adımı yazdırım. Yəni bu özü bir döşün görünməyi də, yəni bu özü bir seksual karakterli bir şeylerdir ve cemiyette bunlar problem olduğuna göre herkes ehtiyatlı olsun. Çünkü ilk cəriməsiyle 500 manattandı ve ben düşünüyorum ki birinci TikTok'tan başlanacak bu. Ona göre de ayağınızı denk alın. Ben özüm de bakmayarak ki bayram günleridir. İlk rastıma çıkanları özüm paylaşıp ifşa edeceğim ki 500 manatlıq cərimə olunsun. Belki algılanarlar. Ona göre de ayağınızı denk alın. Bugündən qanun qüvvəyə minib.